Hər kəsə salam. Bu video izahımda bəzi suallara və bəzi nüanslara aydınlıq gətirmək istəyirəm. Bildiyiniz kimi dünən, yəni 25 yanvar tarixində, 25.01.2026-cı il tarixində OTK 11-ci sinif buraxılış sınaq imtahanı təşkil etmişdir. Etsin, sınaq imtahanında bir sözümüz yoxdur. Bu çox yaxşı bir təşəbbüsdür. Lakin sualların səviyyəsi haqqında danışmaq istəyirəm. Deməli, hörmətli OTK əməkdaşları və riyaziyyat fənnindən sual hazırlayanlara. Bəyəm, yer üzərində, bu dünyada sual sayı, sual qıtlığı oldu mu ki, siz 18 yanvar RFO, yəni Respublika Fən Olimpiyadasının birinci mərhələsində keçirilən sualı gətirib buraxılış imtahanına salırsınız. Sizin burada məqsədiniz nədir? Nə etmək istəyirsiniz? Yəni buraxılış və olimpiyada, buraxılışın hətta belə deyim, olimpiyadanın birinci tur mərhələsi, məktəb mərhələsi, ikinci turu deyim. Yəni rayon və yaxud da şəhər tur mərhələsi. Buraxılış mərhələsinə uyğun suallardırmı ki, belə deyim də, yəni gətirib siz onu buraxılış suallarının üçün salmısınız. Yəni burada uşaqların motivasiyasını bu qədər qırmaqda məqsəd nədir? Bu uşaqlar normal bildiyimiz topludan, güvəndən, nə bilim, hədəfdən, oradan, buradan, bütün vəsaitlərdən, yəni hazırlaşırlar. Yəni respublikada sual qıtlığı mı bu qədər azdır ki, biz, yəni siz daha doğrusu Respublika Fən Olimpiyadalı suallarına müraciət edirsiniz. Bu nə dərəcədə doğrudur? Birinci sualım budur ki, sizə bu nə dərəcədə doğrudur? Və evdə valideynlər uşaqlara baskı edir ki, sən riyaziyyatı yaza bilmirsən. İndi bu video izahımda bu suala diqqətlə baxmağınızı istəyirəm. Və bunu bura kopyalayım icazənizlə. Baxın, kopyasını götürürəm, 37-ci sualdır. Bir dəqiqə. Gözünüzün qabağında kopyasını götürüm. Aha, kopyalayıram bunu. Kopyaladım. İndi girirəm, gözünüzün qabağında hər şey canlı. RFO 11-ci sinif riyaziyyat 18 yanvarda keçirilən deməli suallarda birinci turu. Belə deyək, baxın. RFO, görürsünüzmü? 11-ci sinif hörmətli valideynlər. 11-ci sinif riyaziyyat Azərbaycan bölməsi. RFO, birinci tur riyaziyyat bölməsi. Səhvim varsa yenə deyin. İkinci suala burada diqqətlə baxın. Yəni, rəqəmlərini belə, baxım görüm, hətta bir rəqəmləri dəyişibmi? Bunu buraya yapışdıram. Yapışdır. Balacalatdıram. Aha. Baxaq. Deməli baxıram. Eyni sualdır, görürsünüzmü? Eyni sualdır. Sadəcə RFO-da qarşıda hər hansısa bir x plus var idisə, görürsünüzmü? Bu RFO-dur. Bu RFO qoy yazım ki, bilək. Bilək ki, nədir? Bu RFO sualıdır. Bu OTK buraxılış. Baxın. Deməli, ayıraq bunu belə. Sadəcə RFO-da x plus var idisə, x kvadrat minus 1 plus eyni sualdır. Baxın valideynlər. Baxın ki, siz uşağınızı OTK-ya göndərəndə hansı tip, hardan götürülmə suallar ilə qarşılaşa bilər sizin övladlarınız. Birdən kiçik olanda bu. Birdən kiçik olanda sadəcə burada x qoymayıb. Qoymasın. Olmasın. Niyə? Niyə uşaqların bu qədər motivasiyasını qırırsınız? Mən girib 2025-ci il sizə və yaxud da əvvəlki illərdən kök 6 kvadrat köklər bölməsindən necə suallar, hansı səviyyədə suallar göstərim və sizin saldığınız suallara baxın. Yəni bu dərəcədə uşaqları incitmək, qırmaq olmaz. Düzgün deyil deyə düşünürəm. Və ümid edirəm ki, növbəti illərdə mən bu videonu YouTube-da paylaşacağım, nə olur olsun paylaşacağım. Qoy valideynlər, şagirdlər hamısı bu videonu görsünlər və agah olsunlar ki, hansı tip suallarda qarşılaşırlar. Suallar hardan götürülür, hardan əldə olunur, necə yazılır deyə. Belə, inşallah ki, növbəti imtahanlarda yəni bu kimi şeyləri nəzərə alarsınız deyə düşünürəm. Hər kəsin diqqətinə görə təşəkkür edirəm. Sağ olun.